Hər kəsə salam. Bugünkü dərsimiz artikeldir. Artikel köməkçi intiqsiyası olub, isimlərlə işlənir və artikelin iki növü var. Biri indefinite artikel, digəri isə definite artikeldir. Indefinite artikel qeyri-müəyyən artikellardır, hansı ki bunlara en daxildir. Definite artikel isə müəyyən artikeldir, bu isə c. Definite artikel, daha doğrusu indefinite artikel, yəni qeyri-müəyyən artikelin özünün iki forması var. Burada da gördüyümüz kimi iki forması var. Biri digəri isə n-dir. Ümumiyyətlə, bu və yaxud da ki, n artikelinin istifadəsi sözün başladığı hərfdən asılı deyil, səsdən asılıdır. Yəni, çünki bəzi sözlərin ilk hərfi yazıldığı kimi tələffüz olunmur. Gəlin bu cədvəldə də gördüyümüz kimi birinci n-lə danışaq. N sait səslə başlanan isimlərin qarşısında işlənir. Məsələn, cədvəldə də düzdür yazılıb. Mən burada da göstərmək istəyirəm. An apple. A səsi ilə başladığına görə, yəni sait olduğuna görə qarşısında n işlənib. Lakin h hərfi ilə başlanan bir qədər sözlərimiz var ki, onlarda həmin o hərf tələffüz olunmur. Hansı ki bunlar burada yazılıb. Ən avvə, ən eyə, yəni h hərfi ilə başlasalar da bu hərf tələffüz olunmur. Daha sonra gəldik artikelına. İsə samit səslə başlanan isimlərin qarşısında işlənir. Məsələn, book. Burada b səsi samit səs olduğuna görə burada biz artikelından istifadə elədik. Lakin burada da bir istisnamız var ki, hansı ki u hərfi u kimi səslənərsə, bu zaman biz ora n deyil, artikeli mütləq şəkildə artikel yazmalıyıq. Məsəl üçün, bunlara university, daha sonra uniform, unicorn, bu kimi sözlər daxil olunur. Cədvəlimizin sonunda belə bir qeydimiz də vardır ki, ona da nəzər yetirək. Burada dediyi kimi, yəni əgər ismin qarşısında sifət varsa, artikel sifətin qarşısına keçir və həmin sifətin sait və yaxud da ki, samit səslə, yəni başlamasından asılı olur. Məsələn, mən. Burada sadə bir isim verilib. Lakin old mən yazdıqda, artıq burada old sözü sifət olduğuna görə artikeli həmin o sifətin qarşısına keçir və o səsi ilə başladığına görə n artikeli orada yazılır. Daha sonra burada qeyri-müəyyən artikel harda işlənir? Bunlara da nəzər yetirmək lazımdır və yadda saxlamaq lazımdır. İlk öncə yazıldığı kimi yalnız sayıla bilən tək isimlərin qarşısında işlənir. Yəni bu nə deməkdir? Biz sayılmayan və yaxud da ki, cəm isimlərin qarşısında qeyri-müəyyən artikellar, yəni və yaxud da ki, n artikelini işlədə bilmərik. Məsələn, mən yaza bilərəm book. Nəyə görə? Çünki book kitab sayılır və təkdədir. Lakin mən books yaza bilmərəm. Bu düzgün sayılmaz. Bu olmaz. Və yaxud da ki, sayılmayan bir isim. Sayılmayan isim, məsəl üçün, çay sözü, tea. Mən ora artikeli yaza bilmərəm. Olmaz. Daha sonra haqqında ilk dəfə danışılan, yəni dinləyənə hələ məlum olmayan, sayıla bilən tək isimlərlə işlənir. Yəni bu nədir? Yəni bir şey haqqında danışılırsa və bu bizə artıq məlum deyilsə, biz ora və yaxud ki, n yazırıq.
Lakin artıq bizə həmin o bir şey haqqında danışılıb və bu bizə məlumdursa, onda artıq definite article, yəni müəyyən artikel yazmalıyıq. Düzdür, onu müəyyən artikeldə mən sizə izah eləyəcəm. İlk öncə, yəni qeyri-müəyyən artikeldən danışırıq. Buna görə də iki dəfə danışılan və dinləyənə hələ məlum olmayan sayıla bilən tək isimlərlə işlənir. Məsəl üçün, they have got a car, I have a computer. Burada yəni ilk dəfə kompüterdəndir, maşındandır, ilk dəfə bizə məlumat verdiyinə görə də artikelından istifadə edib. Daha sonra burada gördüyümüz kimi there is ifadəsindən sonra sayıla bilən tək. Nəyə görə sayıla bilən tək deyirəm? Çünki biz bildiyimiz kimi sayılmayan isimlərlə və cəm isimlərlə işlənmir. Sayıla bilən tək isimlərin qarşısında there is ifadəsindən sonra və yaxud da ki, an artikelini istifadə edə bilərik. Lakin burada bir qeydimiz də var ki, there is-dən sonra qəti şəkildə z artikelini yazmaq olmaz. Daha sonra gəlir 100,000, million bu sayılar ilə. Yəni bu nə deməkdir? Yəni bu deyir one-da işlənə bilər. an artikeldə yaza bilərsiniz. Yəni fərqi yoxdur. Bunun tək olduğunu bildirir. Məsələn, 100 deyiriksə, tək bir yüzlükdür və yaxud ki 100, yəni bir yüzlük. Yəni o mənadadır. Ancaq burada da göstərdiyi kimi, yəni hundreds of olsun, thousands of, millions of fərqi yoxdur. Əgər cəm şəklindədirsə, biz artıq ora nə one, nə də ki an artikelini yaza bilərik. Son olaraq tutum bildirən sözlərlə. Bu nə deməkdir? Məsələn, a bottle of juice, yəni bir butulka meyvə şirəsi. Yəni onun tutumunu bildirir. Yəni bottle of, jar of, drop of, cup of, bunch of, yəni bu kimi tutum bildirən sözləri görsək, an artikelından istifadə edə bilərik. Bugünlük dərsimiz bu qədər. Müəyyən artikeldən isə gələn digər videomuzda ondan da bəhs eləyəcəm. Onun da izahını verəcəm. Daha sonra son olaraq həm müəyyən artikeldən, həm qeyri-müəyyən artikeldən testlər üzərində də sizə izahları verəcəm. Əgər bugünkü videom sizə faydalı oldusa, videonu bəyənməyi, kanala da abunə olmağı unutmayın. Hələlik.